Salam dostlar. 8 gündən sonra milli komandamızı İslandiya ilə çox çətin oyun gözləyir. Bu yeganə şansdır ki, milli komanda bu seçmə mərhələdə qalib gəlsin. Düzdür, deyə bilərsiniz ki, 0-5 hesabı ilə məğlubiyyətdən sonra millinin nə şansı var? Şans var. Ukrayna ilə son oyun göstərdi ki, milli komandada müəyyən qədər xarakter yaranır, müəyyən qədər oyunda alınır. Ayxan Abbasov komandada nəsə təzəliyə nail olub. Düzdür, Ayxanın özünün milli komandanın həmin oyundan sonra bəxti o qədər də gətirmir. Çünki Şamaxı Kəpəzə böyük hesabla məğlub oldu. Dünən Turana uduzdu. Ortada Qarabağla heç-heçə də oynasa hiss olunur ki, bu böyük yük həm klub, həm milli Ayxana çox təsir edir. Xatırladaq ki, belə bir yükün altına bir neçə il bundan qabaq Qurban Qurbanov da girmişdi. Onda millinin də oyuna alınmırdı və Qarabağda müəyyən qədər səviyyədə zəiflik göstərmişdi. Və çox istərdim ki, Ayxan özünü toparlasın. Qabaqda İmişli ilə oyun gəlir. Bu oyunda qalib gələndən sonra millinin heyətinə, necə deyərlər, yaxşı əhval-ruhiyyə ilə qayıtsın. Ona uğurlar, həmçində milliyə.